Həyatımızda bəzən elə sadə şeylərlə qarşılaşırıq ki, dəyərini bilmirik. Məsələn, hər gün istifadə etdiyimiz adi kartof. Bəs heç düşünmüsünüzmü ki, bu sadə tərəvəzin suyu sağlamlığımız üçün əsl gizli qəhrəman ola bilər? Təəccüblənməyə hazır olun, çünki kartof suyu düşündüyünüzdən qat-qat güclüdür və orqanizminizin hər küncündəki proseslərə kömək edir. Bu qeyri-adi faydaları öyrənməyə davam etməzdən əvvəl, bu cür maraqlı məlumatların davamını qaçırmamaq üçün videonu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək olun. Kartof suyunun ən çox heyranedici xüsusiyyətlərindən biri onun həzm sistemi üzərindəki təsiridir. Xüsusilə səhərlər ac qarna içirdikdə sanki bütün həzm sisteminə başdan-başla komandası verir. Tərkibindəki orqanik turşular, minerallar və fermentlər sayəsində mədə turşuluğunu tənzimləyir, mədə divarını sakitləşdirir. Bu da qəbizliyi, ishal, şişkinliyi, mədə qızqırması və ümumi həzmsizlik kimi narahatlıqların qarşısını almağa və onları müalicə etməyə yardım edir. Bəzi araşdırmalar səhər ac qarna içilən kartof suyunun orqanizmdən zərərli toksinləri atmağa kömək etdiyini də göstərir. Üstəlik, kartof suyu qaraciyərin və öd kisəsinin təmizlənməsinə dəstək olur. Bununla da həm bu orqanlarda, həm də sidik yollarında daş yaranmasının qarşısını almağa kömək edə bilər. Hətta yaranmış daşların təmizlənməsinə yardımçı olduğu da deyilir. Mədə turşuluğunu tənzimləmə xüsusiyyəti sayəsində reflüks xəstəliyi olanlar üçün də faydalı olduğu qeyd olunur. Kartof suyu təkcə həzmi qaydaya salmır, həm də bədənimizə içərdən güc verir. Tərkibindəki B9 vitamini və dəmir sayəsində qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır. Bu isə o deməkdir ki, kartof suyu anemiya, yəni qansızlıq riskini azaltmaqda bizə kömək edir. Kartof suyu həm də əla bir kalium mənbəyidir. Kalium bədəndə su-duz balansını tənzimləyir, əzələ və sinir funksiyaları üçün vacibdir. Ən əsası isə qan təzyiqini normallaşdırmağa kömək edir. Yetərli kalium qəbulu yüksək təzyiqi olan insanlar üçün faydalıdır və ümumilikdə ürək xəstəlikləri riskini azaltmağa dəstək ola bilər. Kartof suyundakı bəzi üzvü birləşmələr, minerallar, revmatizmə, oynaq problemlərinə, hətta bel ağrılarına qarşı da faydalı hesab edilir. Qut xəstəliyinə qarşı da təsirlidir. Mədənin pH səviyyəsini tənzimlənməsi və turşuluğu azaltması sayəsində kartof suyu mədə sancısı çəkənlərə də tövsiyə olunur. Bu yolla mədə xərçəngi, qastrit, kolit kimi ciddi mədə problemlərinin riskini də azaltmağa köməkçi ola bilər. Kartof suyunun faydaları daxildə bitmir, xarici görünüşümüzdə də özünü göstərir. Kartof suyunun dəri üzərindəki müsbət təsiri çoxdan məlumdur. Tərkibindəki vitaminlər, xüsusən C vitamini və antioksidantlar dərini təmizləyir, parlaq edir. O, gözaltı qaraları, şişkinlikləri, səpkiləri, ləkələri azaltmaqda, ekzema, quru və qaşıntılı dəriyə qarşı sakitləşdirici təsir göstərməkdə də möcüzələr yarada bilər. Hətta saç köklərini qidalandıraraq saçların daha güclü, qalın və sağlam uzanmasına yardım edir. Saç maskası hazırlamaq üçün onu yumurta ağı və balla qarışdırıb istifadə etmək olar. Kartof suyunun dadı bəziləri üçün biraz qəribə ola bilər. Narahat olmayın, bu problemi asanlıqla həll edə bilərsiniz. Sadəcə bu suya biraz limon şirəsi və ya bal qarışdırın. Maraqlıdır ki, balla qarışdırılmış kartof suyu qida zəhərlənmələrinə qarşı da faydalı hesab edilir. Bəs bu şəfa suyunu necə hazırlayaq və istifadə edək? Çox sadədir. Təzə, təmiz kartofu soyun, doğrayın, yuyun və keyfiyyətli bir şirə çəkən maşından keçirin. Alınan suyu dərhal için, çünki kartof suyu hava ilə təmasda olduqda tez oksidləşir. Ən effektiv istifadə qaydası isə belədir. 2 həftə ərzində hər səhər və axşam ac qarna yeməkdən təxminən 30 dəqiqə əvvəl 150 qram kartof suyu için. Sonra 2 həftə tam fasilə verin. Ardınca yenidən 2 həftə eyni şəkildə istifadə edin. Bu 2 həftə iç, 2 həftə fasilə ver dövrünü ildə bir neçə dəfə təkrarlaya bilərsiniz. Kartof suyunun faydaları çox olsa da onu istifadə edərkən diqqətli olmalı olduğumuz vacib məqamlar var. Ən əsas risk salanin adlı maddə ilə bağlıdır. Bu zəhərli maddə kartofun yaşıl və ya cücərmiş hissələrində daha çox olur və böyük miqdarda qəbul edildikdə ciddi zəhərlənməyə səbəb ola bilər. Buna görə kartof suyu hazırlayarkən kartofun yaşıl hissələrini mütləq tamamilə təmizləyin. Bəzi insanlarda kartof suyu həzm zamanı qazın artmasına və şişkinliyə yol aça bilər, xüsusən də həzm sistemi həssas olanlarda. Mədəsində ciddi xəstəlikləri olanlar üçün kartof suyu bəzən qıcıqlanma yarada bilər. Buna görə də ehtiyatlı yanaşmaq lazımdır.
Əgər hər hansısa bir sağlamlıq probleminiz varsa və ya kartof suyunu müalicə məqsədi ilə istifadə etmək istəyirsinizsə, mütləq əvvəlcə həkiminizlə məsləhətləşin. Çünki hər orqanizmə fərqli təsir edə bilər. Budur, sadə kartof suyunun içində gizlənən saysız faydalarını birlikdə kəşf etdik. Ümid edirəm ki, bu video sizin üçün yeni və dəyərli məlumatlarla dolu oldu. Əgər kartof suyunun faydaları sizi təəccübləndirdisə və daha çox belə təbii şəfa sirləri öyrənmək istəyirsinizsə, videonu bəyənməyi, kanalımıza abunə olmağı və yeni videolar yükləndikdə dərhal xəbər tutmaq üçün bildiriş zəngini aktivləşdirməyi unutmayın. Sağlıqla qalın, sağlam qalın.